siz 2 dəfə imtahan verdiniz. Birincidən neçə bal toplamışdınız? 601 bal topladım. Tibb Universitetinin Tibbi Profilaktika fakültəsinə qəbul olundum. Hələ də deyirəm kaş ki yazmasaydım. Çünki mən getməyəcəyimi bilirdim ixtisaslaşmada, ixtisas seçimində. Mən sadəcə Tibb Universitetinin müalicə işi fakültəsini istəyirdim. Amma mən əslində tibbi profilaktika yazıb hansısa ora qəbul olan uşağın bəlkə də şansını əlindən almış oldum. Bunu heç kim mənə daha əvvəl bu İzah haqda eləməmişdi. izah eləməmişdi. Bəs Biz ikinci tur falan olmur bu müsahidə? O boş qalan yerləri necə doldurulması? bəlkə də olur, onun haqqında məlumatım yoxdur. Onu da izah eləməyiblər. Yox, hələ də izahsızca. Mən də bilmirəm dəqiq. Bəlkə çünki bəzən olur. mən Bəzən də olur, eşitmişəm. bəli. Bəli. Boş qalan yerlərə. Bu arada bu ikisinin fərqini izah edə bilərsiniz? Müalicə işi nədir və digər dediyiniz nədir? Müalicə işi bildiyimiz həkim ixtisasıdır. Həkimlik digər tibbi profilaktika sahəsi isə daha çox tibbi sanitariya ilə bağlı məşğul olan bir ixtisasdır. Epidemiologiya bu sahəyə aiddir. Onlar da müxtəlif laboratoriyalarda işləyə bilirlər. İxtisaslarını artırıb infeksionist ola bilirlər. Belə bu şəkildə.